Bizim dövlətçilik anlayışımızda 3 əsas prinsip var. Onlardan birincisi məhkəmədir, ikincisi seçkidir, üçüncüsü də büdcədir. Biz büdcəyə xalqımızın, vətəndaşımızın müqəddəs cibi deyirik. Məhkəmə ona görə ki, vətəndaşın sığortasıdır. Normal, sivil ölkələrdə insanlar hər hansı bir sıxıntıya düşəndə, özündən həm maddi, həm fiziki mənada güclü insanlarla qarşı-qarşıya gələndə, haqsızlığa uğrayanda məhkəməyə müraciət edirlər. Onlar əmindirlər ki, məhkəmə onların bütün problemlərini həll edəcək və onların xeyrinə qərar verəcək, əgər haqlıdırlarsa. Seçki ona görə önəmlidir ki, seçki ona görə dövlətçiliyin təməl sütunlarından biridir ki, seçkidə həm vətəndaş öz istədiyi insanı seçir, idarə etməyə yerləşdirir, həm də vətəndaş yetişir. Var fərd, var cəmiyyət. Seçkisiz cəmiyyət yetişə bilməz, mümkün deyil. Büdcə də bu gördüyümüz hər bir şeyi maliyyələşdirən, insanların vergisindən formalaşmalı olan bir cibdir deyək, xalqın müqəddəs cibidir. Ora təbii ki, barmaq uzatmaq, əl uzatmaq mənə elə gəlir ki, həm dövlətçiliyə, həm vətənə, həm dövlətə, həm də vətəndaşa xəyanətdir.